Bəli, ehtiyac var. Elə son yoxlama oyunu da göstərdi ki, Qarabağın stoper mövqeyində yeni transferə ehtiyac var və müəyyən danışıqlar gedir. Əslində bir futbolçu ilə bağlı məsələ sona yaxın idi, amma son anda futbolçu Qarabağa gəlməkdən imtina etdi. Kolumbiyalı futbolçuydu, ola bilsin ki adını unudum. Gəlməkdən imtina etdi, amma Qarabağ bu zonaya axtarışlarını davam etdirir. Minimum 2 stoperin alınması plandadır. Və son oyunda Tirollu oyunda start heyətində Bədavi Hüseynov başladı. Düzdür, ötən mövsüm Bədavi xüsusilə Məncə axı bir mövqe, məsəl üçün ən önəmli mövqe hazırda stoperdir. Yəni digər mövqelərə artıq əsas prioritet hazırda stoperdir. Və son oyunda da vəziyyət o həddə oldu ki, artıq Bəhlul Mustafazadə də yoxdur. Yenidən Bədavi start heyətinə yer aldı. Bəli, razıyam. Xüsusilə Newcastle oyunda Bədavi elə bir performans sərgilədi ki, əslində Bədavi bu mövsümün sonu Qarabağdan ayrılması kifayət qədər real idi. Həm Newcastle, həm sonraki bir neçə oyunda elə performans sərgilədi ki, həm yenidən milli komandaya qayıtmış oldu. Həm də Qarabağla yenidən bir illik müqavilə artırdı. Razıyam, yaxşı formadadır, amma Bədavi ilə Avrokuboklarda ya çempionatda böyük hədəflər üçün yola çıxmaq bir qədər risklidir. Həm yaşı çoxdur, zədələnmə ehtimalı kifayət qədər yüksəkdir. Birinci stoper kimi, amma çox təhlükə. Ehtiyat qüvvə olaraq,